Uşaqlar, elektromagnet rəqs kontrolu gördüyünüz kimi S tutumlu kondensatordan ibarətdir. Bir də L induktivlikli sarğazdan ibarətdir. Elektromagnet rəqs kontrolu elektromagnet rəqsi yaratmaq üçün bir sistemdir. Biz birinci dövrəmizi işə salmaq üçün, məsələn, əgər biz buradan açarı bağlasaq, gördüyünüz kimi burada heç bir proses baş vermir. Yəni hərəkətlənmə yoxdur. Ona görə əvvəlcə cəryan mənbəyinə kondensatoru qoşuruq. Yəni bu hissəni biz bağlamalıyıq. Ondan sonra müşahidə edəcəyik. Deməli, buranı açıram. Bax, bunu biraz da artıraq, kondensatorumuz yüklənsin. Deməli, kondensator yüklənəndən sonra bu dövrəni açırıq. İndi buranı bağlasaq, baxın, burada belə bir proses müşahidə edəcəksiniz. Bu elektromagnet rəqsidir. Deməli, əvvəlcə kondensator yüklədik, cəryan mənbəyinə qoşuq. Ondan sonra cəryan mənbəyini ayırırıq, çünki kondensator özü cəryan mənbəyinə çevrilir. Amma fikir verirsinizsə, burada nə olur? Zaman keçdikcə kondensatorun yükü azalır, sıfırlanır. Hətta burada qütblər dəyişir. Yəni, əvvəlcə baxın, yuxarı müsbət, aşağı mənfi, sonra aşağı mənfi, yuxarı müsbət. Və bu şəkildə bir hərəkətlənmə yaranır. İndi bunun səbəbi nədir? Biz bilirik ki, sarğazdan cəryan keçdikdə burada öz-özünə induksiya yaranır və B' yaranır. Deyək ki, B' əvvəlcə cəryana mane olur, yəni çalışır ki, sıfırlasın. Ondan sonra nə edir? Təzədən elektronları geriyə qaytarır və kondensatoru təzədən doldurur. Yenidən kondensator tam dolduğu üçün eyni şəkildə bir də hərəkətlənmə baş verir. Yəni, belə başa düşürük, əgər müşahidə başlanğıcında T=0 anında deyirik ki, kondensatorun yükü maksimumdur. Yükü maksimumdursa, onda Q'də bilirik ki, S vurulsun, o maksimumdur. Onda deyəcək ki, gərginlik də maksimumdur. Bəs bunlar maksimumdursa, onda enerji, kondensatorun enerji düsturuna görə Qm, Üm bölü 2 yaza bilərsiniz. Qm'in kvadratı bölünsün 2S yaza bilərsiniz. Və yaxud da S, Ü'min kvadratı bölünsün 2. Yəni, deyirsiniz ki, müəllim, belə çıxır ki, başlanğıcda elektrik sahəsi enerjisi maksimum idi. Və başlanğıcda uşaqlar, biz müşahidə elədik ki, yəni elektrik sahəsi enerjisi niyə maksimum deyirik? Çünki yük maksimumdur. İndi biz açarı bağlayandan sonra nə müşahidə elədik? Görürük ki, periyodun deyək ki, 1/4, yəni burada bir rəqs yaranır veya harmonik rəqs kimi, periyodun 1/4 Q sıfırlanır. Yəni kondensatorun yükü tam boşalır. Elə ki, o elektronlar hamısı geriyə qayıdır öz yerinə. Ondan sonra Q0 resimlər artıq kondensatorun gərginlik də yoxdur və elektrik sahəsi enerjisi sıfırdır. Bəs onda nə maksimum oldu? Deməli, görürük ki, maqnit seli maksimumdur, fi maksimumdur, fi bərabərdir, eli maksimumdur. Və buradan görürük ki, maqnit sahəsi də düsturlar nə inşalar? Fm, İm bölü 2, L, İm kvadratı bölü 2. Bir də nə yazmışdıq? Fi kvadratı bölünsün 2. Yəni, necə ki, o kondensatordan əvvəl keçdiyiniz bölmələrdə potensial enerji kinetika serildi, kinetik potensial enerji serildi, məsələn, rəqs konturunda. Burada da uşaqlar eyni vəziyyət yaranır. Elə bir elektrik maqnitdən maqnit elektrikə serilir. Və buradan biz indi bir təkrarlanma varsa, periyodu tapacaq ki, burada rəqs konturunun periyodu necə olacaq? Və buna Thomson düsturu deyirik. Thomson düsturuna görə periyod